Vərəsələ yatıb kəmində ha, özüm ölüm. Allah ölən nəzə rəhmət eləsin. Famillərimizin biri ölmüşdü. Getdim evlərinə, Allah göysətməsin. Elə bir həftə bazad. Dekoy bəs hallayı. Kabinetdə dərəcəyək boşqapları, qaşıqları yığmışdılar evin bəsatına. Həl raca uymuşdular vərəsə. Elə həftə bazad. Bir deydi bu livan mənim nənəm Türkiyədən yatmışdı. Bir deydi o boşqaplar mənim nənəm Suriyədən yatmışdı. Həngamə idi, qan düşmüşdü. Gəldim evə, xanım çay tökdü biləmə. Baxdım bulaya, gördüm axı baba bundan bunun çox fərqi var axı. İşmədim, deyim ha mən bulayda içəcəm bundan büyüzə. Neyniyəm, al yığ dekora. Xaricəli köpək oğlu bunu cüyləyib ki, adam özünə ərziş versin, bunda işsin. Nəinki alasan yığasan dekora. Üzü vərəsələr gələmənə öləndən sonra hərrac bura. Özüm ölüm ha, hər zadın dərəcəyi ki, yoxçısı kabinetlərimizdədir, bufələrdədir. Özümüzdəki bu aralıq libanlarında içiyik. Mən bunlara deyəm sırtıq liban, hamının evində olayım. Bunlara da qoymuşuq dekora. Dərəcəyə vəsaillərinizi işlədin. Ömürləyə kağız yoxdur ha, moblularınızın üstünə patu çəkməyin. Pəşlərinizin üstünə rufəşi çəkməyin. İşlədin, maoxinəcən işlədin. Vərəsələ yatıb kəmində ha, özüm ölüm. Allah uzaq eləsin, bəli, işlədin. Bax, vicdanən bax bu qəddana. Getmə, qət edəmə ha. Bax bu qəddana. Dekoy qəddadır. Bu da bizim əl qəddamızdır. Siz mən də ayam sizsiz bax. Hangisindən qət götürmək yapışar adama? Keyf ver. Qoymuşuq dekora. Faydası nə mənədir? İşlədin.